İnsanın sertçavinası, naçenkası iradəsidir. İradə əqidəyə bağlıdır. Əqidə harda formalaşır? Uşaqlıqdan çörəyini yeyib, suyunu içdiyin torpaqdan, mühitdən. Buna vətənpərvərlik də deyirlər. Verbovkaya getməyin. Yəhərlənməyə, Azərbaycanca tərcüməsi yəhərlənmədir. Yəhərlənməyə getməyin. Ən düzgün əqidə, ən düzgün ideologiya Azərbaycançılıqdır. Və heç kütlə şəklində yox, fərd şəklində verbovkaya, yəhərlənməyə getmişsinizsə, demək, siz bütün müqəddəratınızı onlara həvalə eləmişsiniz. Bu, çox ağır nəticələrə gətirib çıxarda bilər. Nəinki cəm kütlə şəklində, fərd olaraq da maddi ziyanlara gətirib çıxarda bilər. Bunu oturun, dəqiq analiz eləyin. Heç nə mürəkkəb, düstur, alqoritm filan yoxdur. Bu torpaqda doğulmusan, bu torpağın suyundan içmisən, çörəyindən yemisən, atığın, anığın, babığın qəbri buradadır. Yalnız bu dövlətə, bu millətə xidmət eləməlisən. Ən gözəl ideologiya da budur.